Bütün digər müşavirələrdə olduğu kimi, bu müşavirədə də cənab prezident çox vacib və önəmli mesajları bizim cəmiyyətimizə verdi və bir çox məqamlardan geniş bəhs etdi və burada rəqəmsallaşma, kiber təhlükəsizlik və digər olduqca bir çox vacib məqamlar da və nüanslar da var. Və bunların içərisində ən önəmli məsələlərdən biri də məktəblərdə olan məsələdir ki, orta məktəblərdə şagirdlərə ilkin biliklər verilməlidir. Yəni rəqəmsallaşma barədə, ümumiyyətlə internet barədə, süni intellekt barədə şagirdlərin maarifləndirilməsini biz həyata keçirməliyik. Çünki bugün dünyada gedən proseslər fonunda bu məsələnin biz nə qədər aktual olduğunun bir şahid olur. Ona görə yeni dərsliklər yazılmalıdır, yeni kitablar yazılmalıdır və orta məktəblərdə davamlı olaraq gənclərə, şagirdlərə biz bilik verməliyik.